Mən hazırda Pacific Palisades ərazisindəyəm və baxmayaraq ki, burada artıq yanğınların fəsadları aradan qaldırılıb, amma gördüyünüz kimi hələ də işlər gedir və burada hələ də deməli müəyyən səbəblərdən lockdown sistemidir. Yəni içəri ancaq press vəsiqə ilə buraxılır bu əraziyə. Ən çox əziyyət çəkmiş ərazi bax bura idi. Mən göstərirəm sizə. Hələ də aradan qaldırılmaq üzrədir. Baxın. Və bildirilirdi ki, bu əraziyə giriş açılacaq, amma təəssüf ki, ictimai nəqliyyatın da fəaliyyəti burada artıq bir müddət hələ olmayacaq. Birinci yanğın bax buradan başlanmışdı, bax bu ərazilərdə. İndi torpaq təbii ki, təmizlənir. Belə baxaq. Gördüyünüz kimi, baxın. Bütün bax bu ərazilər idi. Burada yeni gəlmişkən çox zəngin insanlar yaşayır. Yanvar ayındakı kadrlarda da görüldü. Baxın, indi bax belə Palisades və belə bu cür işlər görülür. Əməlli başlı burada böyük bir faciə yaşanır. Mən bura gəlmişdim yanvar ayında, yanvarın 15'ində, daha doğrusu 15'indən sonra onda yanğınlar söndürülmüşdü. Baxın, burada hamısı evlər idi. Bu məktəbin keçmiş ərazisi olub, məktəb yoxdur artıq. Tamamilə yanıb külədir. Gördüyünüz kimi, baxın, bütün bu ərazilər çox olduqca bərbad bir hava düşüb. Son dərəcə dəhşətli bir mənzərəyə şahidiyik. Müxtəlif qruplar işləyir, könüllü qruplar. Eyni zamanda Cənubi Kaliforniyanın müvafiq strukturları burada işləyir. Kilsə, daha doğrusu bu Hristiyan community icmalarından biridir. Kilsədir, church. Yanıb, kilsə özü belə yanıb. Baxın, yoxdur bu ərazi, yoxdur. 250 milyar dollar ziyan dəyib ölkəyə. 250 milyar dollar təsəvvür edin. Yəni bu əraziyə ancaq. Baxın, qabaqda hələ də lockdown sistemidir. Lap əziyyət çəkən ərazilərdə ümumiyyətlə giriş yoxdur. Burada bax belə bir sport dəstək mərkəzləri fəaliyyət göstərir müəyyən icmaların tabeliyində. Bu bir dəhşətdir. Yəni bu sadəcə olaraq bunu gəlib görmək lazımdır. Yəni elə deyim də biz bu ərazilərə artıq public, ictimai bir demək əlverişli şəxan ediblər. Amma yenə də deyirəm, lockdown sistemi var. O da yanmır. Belə. Yəni çox dəhşətli bu dağların yuxarı tərəfinə qədər gedilmişdir bu ərazi. Yəni yanmış ərazilər. Kamran Qasımov, Tofiq Ağayev, Mira TV, Los Angeles, Amerika Birləşmiş Ştatları.